Mesela uzun müddət mən başa düşmürdüm ki, niyə görə şərqin bütün müdrikləri, müdrik kitabları deyir ki, valideynlərinizə uf belə deməyin. Necə yəni fikirləşirdim? Axı bu valideyn ağılsız ola bilər, mənə bağışlayın, axmaq ola bilər. Da bütün gənclər, axmaq gənclər də böyüyüb bir gün valideyn olurlar və onlar da o statusda yaşayırlar. Yəni bu valideyn oldu deyə axmaqlıqdan çıxdımı? Bu da kimisə başına gəlir. Necə davranmalı? Bu necə konsepsiyadır ki, niyə bunlara uf belə demək olmazmış ki? Sonra biraz böyüyəndən sonra başa düşdüm ki, ürək günlərin bir günü ayılıb səni qətl eləyə bilər egoist düşüncələrə görə. Ürək. Ona vicdan deyirik də biz. Ürək deyər ki, bu nə axmaq ağılla sən düşünürdün. Bu, sənin ağılsız saydığın qadın və kişi gecələrini yatmayıblar səndən ötürü. Səni həyatlarına soxublar. Mən məsələn çox əziyyət çəkmiş valideyn olmamışam. Amma xırdıca bir detalı deyim ki, uşaqlar böyüyüb evdən çıxandan sonra baxdım ki, mən özümə hər ay ayaqqabı almaq imkanındayım. Sən demə, mənim pulum çatarmış ayaqqabı almaq ki, uşaqlar var idi. Mən onların ayaqqabılarını düşünürdüm həmişə. Mən hər ay bir-iki köynək ala bilərdim bir özümə. Mən bunu eləyə bilmirəm, çünki onlar var idilər. Uşaqlar çox zaman bunu görmürlər. Bu fədakarlığı görmürlər ki, insanlar səni həyatlarına buraxıblar, səninlə hər şeylərini bölüşdürürlər, zamanlarını və sənin ölü qəlbin buna adekvat reaksiya vermir. Minnətdarlıq duyğusu yaranmır sənin ölü qəlbində. Və bu yaranmadığı üçün sənin Allaha da minnətdarlığın yaranmır. Ona görə sən həyata istifadəçi gözü ilə bir user kimi yanaşırsan. Ancaq komfortunu hesablamağa başlayırsan. Üstəlik hələ bir istehsalçıya hesab da verirsən ki, təmin eləyə bilməyəcəydiniz, niyə yaradırdınız? Bu tamam başqa bir ağıldır. Yaramaz bir ağıldır. O ağlı indi kultivasiya edirlər. Təbii insan ağlı isə yaxşılığa sevgi, məhəbbət və minnətdarlıqla cavab verir. Ürəyinin ağlı ilə. Ürəyinin ağlı ilə. Ona görə şərq ürəyi kultivasiya edir. Bax, məsəl üçün şeir fenomeni nədir? Siz məsələn texniki adamsınız da, şeir fenomeni, şeiriyyət nəyə görə yaşayır? Heç bir əhəmiyyəti yoxdur şeiriyyətin, poeziyanın. Hap-köpdür. Texniki baxışda desək, şişirtmələr və hap-köp. Amma o poeziya ürəyi yaşatmaq üsuludur. Oradakı romantik sözlər, oradakı sətirlər ürəyin qidasıdır. Biz ürəyimizi qidalandırmaq zorundayıq. İncəsənət ona görə mövcuddur. Ədəbiyyat ona görə mövcuddur. Biz ürəklə bərabər yaşayırıq. İnsanlıqdan çıxmıyor. Elmlə deyil, həm də ürəklə yaşayırıq. Ona görə bu ürək həqiqətləri, onları ayrıca kultivasiya eləmək lazımdır. Sualınızın başına bir də gəlmək istəyərdim. Sualım onda idi ki, insanın ən böyük faciəsi nədir? Ən böyük faciəsi. Həqiqətə necə qayıda bilir? Ən böyük faciəsi insanın ürəyindən uzaq düşməsidir. Bax, bunu danışıram. Ki, insan ürək həqiqətlərinin əleyhinə yaşayır. Məsələn, ədalətsizlik və egoizm ürək həqiqətinin əleyhinə yaşamaqdır. Ədalət deyir ki, necə ki, özünə yanaşırsan, başqalarına da elə yanaş. Necə ki, özün üçün tərəzidə çəkilməyini istəyirsən, başqalarına da o ölçü ilə çəkilən. Amma tərbiyə deyil. O tərbiyədir. Tərbiyə də nədir? Ürəyin tərbiyəsidir də. Məsələn, sizin düşüncənizlə bu, məsəl üçün, önəmli bir həyat vərdişidir ki, valideyn bunu uşağa aşılamalıdır, elə deyilmi? Amma sabah o elə bir vəziyyətə gəlib çıxacaq ki, elə bir pozisiyaya. Tutalım ki, bir imzası ilə bir-iki nəfərə zərər verə bilər, amma özü çox böyük bir gəlir əldə eləyə bilər. O, bunun qarşısında durmayacaq. Valideyn mənə belə aşılayıbdır, okey, amma mən birdən-birə 5-6 ilimin gəlirini qazana bilərəm. Mən istədiyimi eləyəcəm və o 5-6 ilin gəlirini alacam deyəcək uşaq. Əxlaqın rasional bir izahı yoxdur. Rasionallıq üzərində duracaq əxlaq yoxdur. İnsan gərək ürəyini inkişaf etdirsin ki,
ürəyin məntiqi, ürəyin həqiqəti desin ki, sən nə edirsən? Sən bu adamı özündən ayrı tutmaq, onu mağdur vəziyyətə buraxmaqla öz köküvü qazırsan. Ürək belə bir həqiqəti deyə bilər sənə. Məsələn, Dostoyevskinin Cinayət və Cəzası bunun üzərində qurulub ki, sənə elə gəlir ki, bu qadını öldürməklə sən qabağa düşürsən, amma sən öz varlığının kökünü qazırsanmış. Bunu ürək deyə bilər sənə. Və bunu müqəddəs kitablar deyə bilər sənə ki, sən Allahla olan rabitəvə balta vurmuş olursan bu cinayətlə. Sənə sadə görünür ki, sən bunu qazanırsan da, sənə qazanc var. Nə olar ki, bir-iki nəfər qabağına çıxdı, indi sən güclüsən, o zəif durumdadır. Sən bu durumdan istifadə edib qabağa gedirsən. Nə sənin əlini tutacaq bunu eləmək üçün? Ürəyi inkişaf eləməmiş adam təkcə ağlın məntiqi ilə valideynim mənə bunu deyib, ona görə mən də belə eləyirəm. Bu adamın özünün ürəyinə çatmayacaq, o adam gedəcək o cinayətə. Ona görə də əxlaqın rasionalizmdə və ateizmdə heç bir kökü yoxdur. Əxlaqın kökü ancaq Allaha bağlıdır. Və Allah da ürəyi həqiqətlərini kultivasiya eləməklə insanın ömrünə gəlir. Ürəyi aktiv olmayan, elə bil ki, o radarı aktiv olmayan varlıqdır. O Allahla əlaqə qura bilməz. Allahın həqiqətləri də ona çatmayacaq. Müasir insanın ən böyük faciəsi ürəyindən uzaq düşməsidir. Texniki biliyi ruhani bilikdən daha üstün saymasıdır. Açıq mətndən deyirəm. Və bunu çox kultivasiya edirlər. Texniki biliyi bütləşdiriblər, heyran qalıblar. Elon Musk müasir dünyanın peyğəmbəridir. Çünki texniki zəkanı təmsil edir. Şairlər, Füzuli daha bizim idealımız deyil. Azərbaycan gənclərinin idealı Elon Musk'dır. Onu təbliğ edirlər belə.